Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Her birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mübarek Ramazan ayındayıq. Quran-ı Kerimdə imamət mövzusu. Keçən bəhslərdə dediyimiz kimi imamət mövzusu İslam dünyasında istər nəzəri baxımından, istər praktiki baxımdan önəmli İslami mövzulardan biridir. Məhz buna görə İslam dünyasında, İslam dünyasının aparıcı mühəqqiq alimləri imamət məsələsini bir neçə formada, bir neçə metod cəhətdən müzakirə etmişlər. Ümumi olaraq iki məzhəbin bu məsələyə yanaşmasında metod cəhətdən fərq var. Yəni, Şiyə dünyası, Şiyə alimləri bu məsələni həm kəlami nöqteyi nəzərindən araşdırmış, həm də fiqhi nöqteyi nəzərindən. Amma Əhl-i Sünnə dünyası əsasən bu məsələni fiqhi bir mövzu bilmiş və kəlamda müzakirə etsələr də bunu şiyyələrə cavab olaraq müzakirə etmişlər. Yəni, bu məsələni, imamət mövzusunu kəlami, etiqadi bir mövzu bilməmişlər. İnşallah bu barədə gələn bəhslərdə qismət olarsa geniş müzakirə edərik. Ümumilikdə Şiyə dünyasında imamət məsələsi bir neçə formada müzakirə olunub. Bunları ümumi qruplaşdırsaq, birinci metod belədir, rəvayətə əsaslanan müzakirə metodu. Yəni, Şiyə alimləri imamət məsələsini yalnız və yalnız rəvayət yönünü araşdırmışlar. Burada rəvayətlər, yəni Peyğəmbərdən gələn rəvayətlər nəzərdə tutulur və eyni zamanda Əhl-i Beytdən gələn rəvayətlər. Peyğəmbərdən gələn rəvayətləri əsasən həm də Əhl-i Sünnə dünyasında olan hədis, təfsir qaynaqlarından istifadə etmişlər. Şiyə rəvayətlərdən də istinadən təbii olaraq imamlardan gələn hədislərə istinad etmişlər. Hər bir halda burada imamət məsələsi sadəcə və sadəcə rəvayət, hədis yönlüdür. Məsələn, Muhammed ibn Cərir özünün Dəlailül İmamə əsərində imamət məsələsini əsasən hədis yönlü, hədis mərkəzli metod əsasında müzakirə etmişdir. Və yaxud İbn Rüstəm Təbəri özünün Əl-Müstəşşədu fil-İmamə əsərində həmən metoddan istifadə etmişdir. Bu metod əsasən nəqlidir, yəni hədis yönlüdür. Eyni zamanda ikinci metod əqli qaydalara əsaslanan müzakirə metodudur. Yəni imamət mövzusunu əqli arqumentlərə əsasən müzakirə etmişlər. Demək olar ki, ilk əsər, yəni əqli cəhətdən imamət məsələsinə toxunan Əş-Şafi fil-İmamə Seyyid Mürtəzanın əsəridir. Əş-Şafi fil-İmamə kitabı əsasən imamət mövzusunu rasional cəhətdən araşdırmışdır. Eyni zamanda Əllamə Hilli özünün Minhacül Kəramə əsərində və bu məsələnin tam olaraq geniş formada, yəni imamət məsələsini əqli metodla əsasən müzakirə edən, bəhs edən Xacə Nəsrəddin Tusi olmuşdur. Xacə Nəsrəddin Tusinin bir risaləsi var, Risalətün fil-İmamə. Burada imamət məsələsini sadəcə və sadəcə əqli metoda əsasən istifadə etmişdir. Yəni, heç bir nəqli, Quran ayəsi, hədisdən istifadə etməmişdir. Bəşərin düşüncəsi imamət barəsində nə deyir? 5 sual formasında bu məsələni, imamət məsələsini müzakirə etmişdir. Üçüncü qaynaq Qurana əsaslanan müzakirə metodudur. Yəni, imamət mövzusunu sadəcə və sadəcə Quran əsasında müzakirə etmişlər. Quran əsasında müzakirə deyərkən biz burada iki metodu bir-birindən fərqləndirməliyik. Biri müfəssirlərin metodudur. Məsələn, Şeyx Tusi özünün Ət-Tibyan əsərində və yaxud Şeyx Təbərisi özünün Məzmun-Bəyan təfsir kitabında imamət barəsində dəlalət edən ayələrdə bəhs etmişdir. Yəni, bu təfsir daxilində olunan metoddur. Biri də var, yəni ayələri mövzular əsasında tematik təfsir yönlü imamət məsələsini araşdırmış alimlər. Bəli, bunlar da var. Demək olar ki, bu barədə ilk dəfə geniş formada əsər yazan Mirzə Əbülqasim Hüseyn Şirazidir. Özünün Ayatül Vilayə əsərində
imamət məsələsini sadəcə ayələr əsasında, Quran ayələri əsasında müzakirə etmişdir. Bundan sonra digər alimlər də Məhəmməd ibn Məhəmməd Rifət Şirazi, Seyyid Əbdül Həsən Abdullah Ayatun Nazilə fi şə'ni aliyin əsərində bəhs etmişdir və müasirlərdən demək olar ki, Ayətullah Nasir Məkarim Şirazi Ayatul Vilayə yaxud onun tərcüməsi Qur'an-ı Kərimdə imamət və canişinlik əsəri əsasən Qur'an ayələrinə əsasən imamət məsələsini müzakirə etmişdir. Bu, adını çəkdiyim son əsər demək olar ki, hər bir formada əlçatandır, istər PDF forması, istər çap forması əlçatanda edə bilərsiniz. Bu əsərə müraciət edərək bu barədə geniş məlumat əldə edəsiniz. Demək, bura qədər hədis yönlü, əqil yönlü, Quran yönlü. Bu üç məsələni özündə cəmləşdirən kitablar da var. Yəni, bəzi kitablar var, orada imamət məsələsini həm hədis, həm Quran, həm əqil yönlü cəhətdən müzakirə etmişdilər. Bunlardan ən əsası təbii olaraq Əllamə Hillinin kitabıdır. Əl-Qədir fil kitab və sünnə və ədəb əsərində bu üç metodu və bu üç metoddan əlavə bir metod da, bir qaynaq da istifadə etmişdir. O da ədəbiyyatdır. Yəni, Əllamə Hillinin təbirindən desək, imamət məsələsi o qədər İslam dünyasında aydın məsələ olmuşdur ki, şairlər və ədiblər öz şeirlərində imamət məsələsini nəzmə çəkmişdilər. Yəni, şair nədən yazar? O şeydən yazar ki, bu şey cəmiyyətdə var, cəmiyyət içərisində məşhurdur. Və yaxud Seyyid Şərəfəddinin kitabı Əl-Müraciət kitabında həmən bu üç metod özünü göstərir və daha geniş demək olar ki, ayə və hədisləri bir araya gətirən kitab Mir Hamid Hüseynin Əbəqatul Ənvar əsərində, bu əsərdə imamət məsələsi əsasən iki metod cəhətdən müzakirə olunmuşdur. Hədis yönlü və bir də ayə yönlü. Öz demək olar ki, Mir Hamid Hüseynin bu yazdığı kitab olduqca imamət məsələsində dəyərli bir əsərdir. Hər bir halda İslam dünyasında imamət məsələsini bu metodlar əsasında müzakirə etmişlər. Əgər sual olsa ki, biz niyə görə Qur'an-ı Kərimdə imamət məsələsini seçdik, yəni Qur'anı metodunu seçdik? Bunun bir neçə cavab var. Biri budur ki, bugün günümüzdə təbii olaraq əsas qaynaq və mənbə Qur'an-ı Kərimdir və hər bir müsəlman heç bir şək şübhə etmədən Qur'an-ı Kərimə istinad edir. İkincisi, bəzi insanlar Qur'an-ı Kərimə istinad edərək İslam dünyasında əsaslı şəkildə sabit olan dəyərləri sual altına alırlar. Yəni, İslam gəlib ki, bu dəyərləri formalaşdırsın, bunlar bu dəyərləri sual altına alırlar və eyni zamanda hər bir insan Qur'an-ı Kərimə diqqət etməli, hər bir müsəlman Qur'an-ı Kərimə diqqət etməlidir ki, Qur'an-ı Kərim onun üçün hansı proqramı deyir. Və Qur'an-ı Kərimə istinad edərək imamət məsələsini sübut etmək, bəhs etmək yeni bir məsələ deyil. İmam Sadiq əleyhissalam da öz şagirdlərinə tövsiyə edərmiş ki, bizim imamətimizi Qur'an-ı Kərimə istinadən sübut edin. İmam hədisində belə buyurur ki, mən ləm ya'rif əmrina minəl Qur'an ləm yətənəkkəbil fitən. Əgər bizim əmrimizi, göstərişlərimizi Qur'ana əsaslanmadan tanımayan bir şəxs fitnələr qarşısında özünü qoruya bilməz, fitnələr onu tutacaq. Demək, biz fitnələrdən amanda qalmaq istəyiriksə, yersiz şübhə iradlardan amanda qalmaq istəyiriksə, heç bir şək şübhə etmədən imamət məsələsini Qur'an-ı Kərimdən sübut etməliyik. Yəni, Qur'an-ı Kərim imamət barəsində danışıb, təqdim edib, tanıdıb, bu ayələri biz müzakirə edib, bu ayələrin üzərində düşünməliyik. Demək, bizim əsasən metodumuz Qur'an-ı Kərim yönlüdür. Yəni, Qur'an-ı Kərimin ayələri işığında imamət məsələsini inşallah müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.